Salam, hər vaxtınız xeyir olsun hər kəsə. Bugün çox dadlı və ləzzətli, çox məşhur olan, hər kəsin çoxun sevimlisi olan sinamon rolları hazırlayacağıq sizinlə. Beləliklə 1 stakan əli yandırmayacaq istilikdə ilıq süd əlavə edirik. 1 yemək qaşığı şəkər tozu əlavə edirik. 1 silmə qaşığı maya əlavə edirik, quru maya. Bunu qarışdırırıq. Və bunu 5-10 dəqiqə ərzində gözlədirik. İndi isə ayrı bir qabda 2 ədəd yumurta sındırırıq içinə. 1 çimdik duz əlavə edirik. 3 yemək qaşığı şəkər tozu əlavə edirik. Qarışdırırıq. İndi isə mayalanmış bu südlə mayamızı yağın içinə əlavə edib qarışdırırıq. Və ardıca ərinmiş ilıq şəkildə kərə yağımızı əlavə edirik. Mən istifadə etdiyim kərə yağı Valiodur. İstədiyiniz növ kərə yağından istifadə edə bilərsiniz. Bu şəkildə bir maye şəklində alınır. İndi isə unumuzu əlavə edəcəyik. Ortalama olaraq 3 stəkan yarım və yaxud da ki 4 stəkan un gedir. Bu undan asılıdır, ona görə ehtiyatla əlavə etməniz tövsiyə olunur. Yəni yarı-yarıya əlavə etsəz daha yaxşı olur. Yarısını töküb birinci qarışdırırıq. Onu tökdükcə belə qatılaşmalıdır. Daha sonra isə onu əlavə edib əllə yoğuracaq. Və beləliklə belə bir qatı şəkildə olacaq. Siz daha sonra bunu əlavə edirsiniz. Keçəbləri əllə yoğurmalı. Əlcəkdə işləyərkən biraz narahat ola bilər. Yəni əlcəyə xəmir yapışır normalda. İstəsəniz əlinizə duru yağ da vura bilərsiniz və yaxud da ki az-az unla əlavə edə bilərsiniz. Amma ehtiyat edin ki un çox olmasın. Çünki xəmiri yoğurduqca azca yapışan bir xəmir halına gəlməlidir xəmiriniz. Əgər əlinizə yapışacaqsa əlinizə duru yağ vurmağınız daha çox məsləhət görünür. Və artıq xəmiri qoyuruq mayalanmağa. Mayalanacaq olacaq qabımızın altına yağ və yaxud da ki azca un səpsəniz daha yaxşı olar. Yəni normalda belə bir xəmir alınmalıdır. Azca ələ yapışan və yumuşaq belə gözəl xəmiriniz olacaq. Azca un səpirsiniz qabınıza. Və artıq xəmiri qoyuruq mayalanmağa. Üzərini örtürük və birazca gözləyirik. Birazca dediyim, yəni 1 saat ərzində 40-50 dəqiqə, 40-60 dəqiqə ərzində mayalanmalıdır. İndi isə içliyimizi hazırlayacağıq. İçliyimiz üçün 1 stəkan yarım şəkər tozu lazım olacaq. Şəkər tozunun miqdarını artıra da bilərsiniz, kim necə istəyirsə edə bilər. 2 yemək qaşığı darçın qatacağıq və 70 qram yumşaq kərə yağı əlavə edəcəyik. İçliyimiz üçün 1 stakan yarım şəkər tozunu qatacağıq və 2 yemək qaşığı darçın əlavə edəcəyik. Şəkər tozunun miqdarını özünüz artırıb və ya azalda bilərsiniz, bu istəyə uyğundur. Və həmçinin içlik üçün 70 qram yumşaq kərə yağı lazım olacaq və bu hər etapda sizə göstərəcəm necə olursa sinamon rolusunun tərkibi, yəni açılıb yığılmağı. İndi isə əlavə edək 1 stakan yarım şəkər tozumuzu. 1 stakan yarım şəkər tozumu. Mən biraz 1 stakan yarımdan birazca çox elədim. 2 yemək qaşığı darçın əlavə edəcəm. İndi isə bunları qarışdırırıq. Artıq gördüyünüz kimi xəmirimiz çox gözəl mayalanıb. Bunun indi havasını almaq üçün mütləq ki belə basıram. Elə yapışmağı normaldır. Xəmirin havasını alırıq. Bu ona görə edilir ki, xəmirdən mayanın iyi və dadı gəlməsin. Və belə yumuşaq, qəşəng bir xəmirimiz alır. İndi isə bunu yayacaq. Və bunu bacardığımız qədər 4 bucaq formasında açırıq. 3-4 mm qalınlığı qalmaq şərti ilə
isə xəmiri açandan sonra otaq temperaturundan da biraz yumşaq halda yağımızı çəkirik xəmirimizin üstünə. Hər tərəfinə qəşəng yayırıq. Mənim istifadə etdiyim yağ kərə yağıdır, yenə də valio. Siz hansı yağdan istəsəniz istifadə edə bilərsiniz. Amma bunu məsləhət görürəm ki, kərə yağından eləsəz, yəni hər kəs həm dadlı olur, həm də qəşəng alınır. Özünüz heç əziyyət çəkməyin bu qədər. Bizə sifariş edin, biz sizin üçün ən gözəlini, ən dadlısını, keyfiyyətlisini eləyək. İçliyimizi əlavə edirik. Şəkər tozu və darçındır. İçliyə əlavə edirik bunu. İndi isə bunu əlimlə yayacağım. Bunu hər tərəfinə yayırıq ki, çünki bu rulon halında olur. Hər tərəfində içlik olsun. Bizim öz istəyimizə uyğun biz şokolad da əlavə etmək istəyirik buna. Məncə çox dadlı olacaq bişəndən sonra. Şokolad tökürəm ki, bu rulon halında olanda biz bunu dişləyərkən qəşəng şokolad da olsun. Həm darçın, həm şokolad bir yerdə nəysə olmalıdır. İndi isə bunu biz rulon halında çox sıx olmamaq şərti ilə olmalıyıq, rulon etməliyik. İndi isə rulon halında Elvin gəlib haz olub bu dəqiqə videonun ortasına. Daha sonra bunu 16 hissəyə böləcəyik. Bunu ikiyə bölürük. Hər böldüyümüz dilimin bu arxa hissəsini salırıq ki, açılmasın. Mən balaca bir tepsi götürdüm, çünki ölçümə uyğun. Bu yaxşı olur. Bunları belə səliqə ilə düzürük. Hazırdır və bunu qoyuruq birazca mayalanıb, daha sonra peçə. Sinabonlar artıq mayalandı, gördüyünüz kimi. Və indi isə sobadan asılı olaraq fərqli olur, yəni istilik dərəcələri. 150 və yaxud 180 dərəcədə əvvəlcədən qızdırılmış sobaya qoyuruq və bişməyə qoyuruq. Yəni üstü qızarana dək baxın, çox qızarmasın ki, quru da olmasın. Sinabonlar artıq pişdi. Görürsünüz ki, şokoladlar da içində əriyib. Üstünün sosunu da vurdu və üstünün sosuna gedən ərzaqlar 250 qram krem pendir və yaxud lamb-nail, krem cheese, yəni hansından istifadə eləsəz və 5 qaşıq süd, 2 yemək qaşığı pudra. Yəni siz nə qədər istəsəz özünüz artırır və yaxud da ki, azalda bilərsiniz. Buyurun, hazırlayıb yeyən hər kəsə nuş olsun. Siz əziyyət çəkməyin, biz sizin üçün sifariş edin, sizin üçün hazırlayaq.